Bir insan kimi, necə deyim, O səhnəyə çıxdığı ilk andan alqış doğurur. mənim dərdim böyüdür, mənim dərdim çox. Ən sevimli günüm o olub ki, Ofeliya ilə toy eləmişim. O çox maraqlı və təmiz insandır. Mən heç arzulamaram tamaşaçılarıma ki, mənim kimi olsunlar. Yox, sənətdə olub, amma həyatda olmayıb. Həyatda addım ata bilməmişəm. Niyə? O cəsarəti boynuma götürə bilməmişəm. Unudur mənim ağrımı, o vəziyyətdə, o vaxtda. O ailə qoyub, başqa ailə qurmaq, o mənə yaraşmayan şeydir. Bunları mən bağışlaya bilmirəm. Bağışlaya bilmirəm. Bilirsiniz, ailə pisi də yaxşıdır, yaxşısı da yaxşıdır. Haqqında elə belə danışmaq mümkün deyil. Mütləq gərək vəsf eləyəsən, onların portretini lazımınca bütün cizgiləri ilə çizasan.